necə, nə cür və hansı tərzdə və yaxud da ki, buna biz nə tərzdə deyəcəyik? Nə tərzdə. Yadımızda nəyi saxlayırıq? Tərz hərəkət zərfinin hansı sualı yoxdur. Yəni, biz tərz hərəkət zərfinə hansı sualın verə bilməliyik? Ancaq nə tərzdə sualın verə bilərik? Sifətdə hansı sualı var, tərz hərəkət zərfində hansı sualı yoxdur. Sifət ismə aid olur, tərz hərəkət zərfi feilə aid olur. Əsas etibarilə belə fərqləndirməyi bacarmalıyıq. Bir-iki nümunə verək. Məsəl üçün, çəpəki, yanaşı, yaxşı, mərdanə və s. və axır. Bunlar tərz hərəkət zərfidir. Cümlə daxilində də bunlara baxacağıq biz. Deməli, deyirəm ki, o bizimlə nəzakətlə davrandı. Baxın, nə etdi davrandı? Kim o, kiminlə, bizimlə, necə, nə cür, hansı tərzdə, nəzakətlə. Necə müəyyənləşdirdim bunu? Nəzakət sözü, baxdım, mücərrəd isimdir, lalə artırılıb buna, deməli, zərf düzəldən leksik şəkilçi olacaq. Sonra deyə bilərik ki, bizim oğullar qəhrəmanca döyüşdülər. Nə etdilər? Döyüşdülər. Kim? Oğullar. Bizim yazmalıyam bura. Kim? Oğullar. Hansı oğullar? Bizim oğullar necə? Nə cür? Hansı tərzdə? Qəhrəmancasına. Bu niyə belə yazıb? Qəhrəmancasına. Bu oldu bizim zərfimiz. Tərz hərəkət zərfi. Bəs bunu biz necə qarışdıra bilərik? Ehtiyatlı oluruq feili bağlamalardan və qoşmalı sözlərdən. Bunları mütləq şəkildə fərqləndirmək lazımdır. Baxın, bizə deyir ki, uşaqlar oxuyub getdilər. Nə etdilər? Getdilər. Kim getdi uşaqlar? Necə getdi? Nə cür getdi? Nə tərzdə getdi? Oxuyub getdi. İndi baxıram ki, bu da necə, nə cür, hansı tərzdə sualına cavab verir? Nəzakətlə. Bəs necə fərqləndirəcəm? Əvvəlası biz feili bağlamanın şəkilçisini bilməliyik. İkincisi, anlamalıyıq ki, bu oxuyub hərəkət ifadə edir. Üçüncüsü isə və ən gözəl nümunə budur, mamə inkar şəkilçisi vasitəsilə. Mamə inkar şəkilçisi vasitəsilə. Əgər bizim gördüyümüz zərfin sualına cavab verən söz mamə inkar şəkilçisini qəbul edə bilirsə, artıq onu tərz hərəkət zərfi kimi, ümumiyyətlə zərf kimi yanaşa bilmərik. Bunu götürəcəyik feili bağlama. Uşaqlar oxumayıb getdilər. Feili bağlama. Diqqətli olursunuz nəyə? Bunu miqdar zərfində də izah eləməyim daha yaxşı olardı. Lazımınca sözü var. Lazımınca, qədərincə, bir də yetərincə. Bunlar, deməli, miqdar zərfi olacaqlar. Miqdar zərfi. Yadda saxlayın. Amma digər ıncı ilə düzələnlər, məsəl üçün deyək ki, doyunca, bu artıq feil olacaq, feili bağlama olacaq. Bunu nəzərdə saxlayın. Bunlar miqdar zərfi olsun, qalsın belə. Daha sonra dostum, aslan kimi kükrədi. Nə etdi kükrədi? Kim? Dostum. Necə? Nə cür? Nə tərzdə? Aslan kimi. Nə olacaq bu? Tərz hərəkət zərfi olacaqmı? Xeyr, olmayacaq. Niyə uşaqlar? Görürəm ki, burada kimi var. Bu qoşmalı sözdür. Qoşmalı sözü isə, baxın, isim, aslandı, kimi, qoşmadı. Bunlar birləşib tərz hərəkət zərfinin sualına cavab verirlər. Ona görə biz feili bağlama ilə qoşmalı sözü bir-birindən, daha doğrusu, tərz hərəkət zərfi ilə feili bağlama və qoşmalı sözü bir-birindən fərqləndirməliyik. Nəzərinizdə qalsın. Tərz hərəkət zərfinin sualı necə, nə cür, nə tərzdədir. Feili bağlama ilə fərqləndirmək üçün maməni əlavə eləmək lazımdır. Məsəl üçün, deyirəm ki, yolçular getdiyi yerə
çataraq dincəldilər. Nə etdilər, dincəldilər? Kim? Yolçular. Necə, nə cür, hansı tərzdə dincəldilər? Getdiyi yerə çataraq dincəldilər. Burada ara-qərəqi görürəm. Ümumiyyətlə söz bir böyük birdir. Tərkib anlayışı var burada. Mamə əlavə edirəm. Çatmayaraq dincəldilər. Deməli, burada tərz hərəkət zərfi qəti şəkildə yoxdur. Burada sadəcə olaraq maməni qəbul edən feili bağlama şəkilçisi var. Bir dənə də ehtiyatlı olacaqsınız madan şəkilçisində. Madan, mədən. Bu şəkilçi də feili bağlamanı formalaşdırır. Sadəcə mamə artırmaq olmur. Çünki mamə bunun artıq tərkibində var. Məsəl üçün, oxumadan yatma. Nə etmə, yatma. Necə, nə cür, nə tərzdə, oxumadan. Burada nə tərzdə sualına cavab verdi. Amma bu yenə də feili bağlamadır. Nəzərdə qalsın. Bu bizim tərz hərəkət zərfi haqqında bilməli olduqlarımız. Sadə bir şey. Keçirik növbətiyə. Növbəti danışaq yer zərfindən. Yer zərfi. Yer zərfi qeyri-dəqiq məkanı bildirir. Qeyri-dəqiq. Əsas yer zərflərini yazacağım bura. Ora, bura, yuxarı, aşağı, irəli, geri, içəri, sağa, sola. Defsinə yazılan mürəkkəb söz kimi. Sağa, sola. Yadınızda saxlayın. Əsas etibarilə bizim qabağımıza çıxan yer zərfləri bura olacaq. Məsəl üçün, biz ora gedirik. Nə edirik? Gedirik. Haraya? Ora, kim, biz. Və yaxud da ki, bənna, yuxarı, çıxdı. Nə etdi? Çıxdı. Kim, bənna, hara, yuxarı və yaxud da ki, haraya, yuxarı. Yer zərfinin sualları hansılardır? Əsasən, hara, harada, haradan suallarına cavab verilir. Zərf olaraq hara, haraya suallarından birinə cavab verməlidir. Hara, haraya suallarından birinə. Deməli, növbəti nüans nədən ibarətdir burada? Siz bunu isimdən fərqləndirməyə bacarmalısınız. İsim, hal şəkilçisi qəbul etmiş isim dəqiq məkan bildirir. Məsəl üçün, mən Bakıdan gəlirəm. Nə edirəm? Gəlirəm. Kim? Mən haradan? Bakıdan. Burada Bakı dəqiq məkan bildirir. Amma mən yazsam, mən irəlidən gəlirəm. İrəlidən gəlirəm. Nə edirəm? Gəlirəm. Kim? Mən haradan? İrəlidən. Burada irəlinin dəqiq məkanı olmadığını biz görürük. Yəni, irəli sözü burada artıq olacaq zərf. Bunu mütləq şəkildə yadınızda saxlayın. Feili bağlama yer zərfi funksiyasında çıxış eləyə bilmədiyinə görə biz rahat şəkildə yer zərfini bu formada yekunlaşdıra bilirik. Çətin bir şey yoxdur burada. Növbəti gəlir zaman zərfi. Zaman zərfi. Zaman zərfinin sualları nədir? Zaman zərfi nə vaxt, nə zaman və haçan suallarından birinə cavab verəcək. Haçan. Bu üç sualdan birinə cavab verəcək. Bəzi zaman zərflərini yazıram. Bəzən, hərdən, adətən, çoxdan, həmişə, bugün, o vaxt, qabaq, əvvəl və s. və axır. Çox yazmaq istəmirəm. Deməli, deyirəm ki, bəzən buralara gəlirik. Nə edirik? Gəlirik. Haralara, buralara, nə vaxt, nə zaman, haçan, bəzən. Nə vaxt, nə zaman, haçan sualına cavab verir, deməli olacaq zaman zərfi. Bayaq dediklərimiz dadə şəkilçisi vasitəsilə düzələnlər də bura aiddir. Məsəl üçün, payızda məhsul bol olur. Bol olur. Nə?
məhsul nə vaxt, nə zaman, haçan, payızda. Burada dadə nə olacaq? Leksik şəkilçi olacaq. Bu formada. Bu oldu bizim zaman zərfimiz. Yəni feili bağlama ilə bunu qarışdırmaq lazım deyil. Nəzərimizdə saxlayın. Məsəl üçün deyirəm ki, alim evə çatanda deyək ki, dilləndi. Nə etdi? Dilləndi. Kim? Alim. Nə vaxt, nə zaman, haçan evə çatanda. Burada nə vaxt, nə zaman, haçan sualına cavab verən bir sözü görürük biz və yaxud da ki, birləşməni görürük biz. Necə fərqləndirəcəyik? Mamə inkar şəkilçisi vasitəsilə. Çatmayanda da deyə bilirəm. Deməli, burada zərf yox, feili bağlama iştirak edib. Nəzərinizdə satsın. Daha sonra gecədən keçmiş evə çatdıq. Nə etdik? Çatdıq. Haraya? Evə. Nə vaxt, nə zaman haçan gecədən keçmiş. Yəni də nə vaxt, nə zaman haçan sualına cavab verir. Amma yenə də bu feili bağlamadır. Çünki mamə inkar şəkilçisini qəbul edə bilir. Yəni qısa konkret mamə inkarı qəbul edən sözləri zərf kimi götürmür. Sonuncu olacaq miqdar zərfimiz. Miqdar zərfi. Buna kəmiyyət zərfi də deyəcəklər. Sualları nə qədər və nə dərəcədə? Nə dərəcədə? Hansılardır miqdar zərfləri? Deməli, çox, çoxlu, az, azacıq, bir az, bir qədər, xeyli, bir xeyli, bütünlüklə, büsbütün, tamamilə. Bu formada. Sonra qat-qat sözü var. Qat-qat. Bunu da izah eləyəcəm. Deməli, feildən əvvəl bu sözlər ki var, bura yazdım. Bu sözlər, baxın, buradan ta bura qədər. Bu sözlər say və miqdar zərfi kimi ortaq sözlərdir. Yəni, amonim yox, ortaq sözlərdir. Bu sözlər ismə aid olanda olacaq say, feilə aid olanda olacaq miqdar zərfi. Məsəl üçün, çoxlu danışdıq. Nə etdik? Danışdıq. Nə qədər danışdıq? Çoxlu danışdıq. Bir də deyirəm ki, çoxlu adam. Kim adam, nə qədər adam, çoxlu adam. Birində zərf olacaq, birində say olacaq, nəzərimizdə qalsın. Amma büsbütün sözü, büsbütün islandıq. Nə etdik? Islandıq. Nə qədər, nə dərəcədə büsbütün. Bu, birbaşa miqdar zərfinin özüdür. Büsbütün, tamamilə, bu da elə, tamamilə sıradan çıxıb. Nə edib? Sıradan çıxıb. Nə qədər sıradan çıxıb? Nə dərəcədə tamamilə. Daha bunu necə, nəcür, hansı sualına cavab verə bilməz. Nəzərinizdə qalsın. Sonra qat-qat sözünə baxaq. Deyirəm ki, döşək, qat-qat yığılıb. Nə edib yığılıb? Nə yığılıb? Döşək. Necə, nəcür, hansı tərzdə? Qat-qat. Yəni bu təbəqə, lay mənasında, üst-üstə yığılmaq mənasında ifadə eləyəcək tərzi hərəkət zərfin. Amma qat-qat üstünlük mənasını ifadə eləyəndə, yəni dəfələrlə mənasında çıxış eləyəndə onda miqdar zərfidir. Mən ondan qat-qat yaxşı, çox bilirəm deyək. Çox bilirəm. Nə edirəm, bilirəm. Nə qədər çox, qat-qat çox. Kimdən, ondan, kim, mən. Burada qat-qat artıq miqdar zərfi olacaq. Deməli, qat-qat sözü əgər deyək ki,
dəfələrlə mənasında istifadə olunursa miqdar zərfidir. Əgər üst-üstə yığılma mənasında istifadə olursa tərzi hərəkət zərfidir. Nəzərinizdə qalsın. Bir də səbir olun, görün burada başqa bir söz yadıma düşəcək, onu da deyim sizə. Aha, deməli, 4 dənə sözümüz var, uşaqlar. Həmin 4 dənə sözü biz bilməliyik. Hansı sözlərdir? Biri, dama-dama. Biz bunlardan 3-ünü əzbərləyəcəyik hələ ki. Dönə-dönə, dönə-dönə, tikə-tikə və qoşa-qoşa. Deməli, bu dama-damanı saxlamaq şərti ilə bu üçün nəzərinizdə saxlayın ki, dönə-dönə, tikə-tikə, qoşa-qoşa zərf kimi işlənə bilir. Zərf kimi işlənə bilir. Nə vaxt zərf kimi işlənə bilir? Dönə-dönə mütəmadi mənasında. Mütəmadi mənasında. Tikə-tikə parça hissə mənasında. Parça hissə mənasında. Qoşa-qoşa isə cüt-cüt mənasında. Cüt-cüt. Bu mənaları ifadə edəndə bunlar artıq zərf olacaq. Feili bağlama kimi qəti şəkildə bunları götürməyəcəksiniz. Bunları feili bağlamada ayrıca izah eləyəcəm deyə indidən deyirəm. Bu nümunə də verirəm, baxın. Mən bu sözləri sizə dönə-dönə demişəm. Yerində fırlana-fırlana demişəm. Deyil ki, bu mütəmadi, yəni sürətli formada demişəm mənasındadır. Mən bu sözləri sizə dönə-dönə demişəm. Necə, nə cür, hansı tərzdə burada olacaq zərf. Bir də deyirəm ki, faytonçu yolu dönə-dönə bağırırdı. Nə edirdi, bağırırdı? Necə, nə cür, hansı tərzdə, nə tərzdə dönə-dönə. Amma burada neynir? Yolu dönür bu. Yolu dönür. Mütəmadi mənasında deyil. Mən bunu dönməyə də deyə bilərəm. Burada feili bağlama olacaq. Sonra tikə-tikə. Deyirəm ki, qəssab əti tikə-tikə doğradı. Parça hissələrə ayırmaq mənasında. Necə, nə cür, hansı tərzdə olacaq? Zərf. Əgər desəm ki, deməli, bənna ya usta evi tikə-tikə telefonla danışırdı. Yəni, evi tikərək telefonla danışırdı. Evi tikməyə telefonla danışırdı. Feili bağlama. Qoşa-qoşa sözü cüt-cüt mənasında. Mən zəri qoşa-qoşa atıram. Qoşa-qoşa, yəni cüt-cüt atıram mənasında. Necə, nə cür, hansı tərzdə sualına cavab verəcək, olacaq burada zərf. Amma desəm ki, faytonu qoşa-qoşa, ata arabaya qoşa-qoşa söhbət edirdi. Burada artıq qoşmaya deyə bilərəm. Feil anlamında olur bu və feili bağlama olur. Bunu nəzərinizdə saxlayın mütləq şəkildə. Bu oldu bizim birinci dərsimiz. Keçək növbətinə birbaşa.